Salam əziz izləyicilər, hər birinizi hörmətlə salamlayıram. Bugünkü videomuz adi günlərdən deyil. Bugün Azərbaycan tarixinin ən ağırlı səhifələrindən biri olan 20 yanvar 1990-cı il faciəsinin anım günüdür. Hər il yanvarın 20-si biz təkcə kədər yaşamırıq, həm də xalqımızın sarsılmaz iradəsini, azadlıq uğrunda qətiyyətini bir daha xatırlayırıq. Bugün əllərimizdə yaşayan o gecənin izi var. 1990-cı il qaranlıq yanvar gecəsində Bakıya daxil olan Sovet qoşunları dinc əhaliyə atəş açdı. Tanklar insanların üzərinə sürdü. Xəstəxanalar, təcili yardım maşınları belə hədəfə alındı. O gecə təkcə həyatımız deyil, həm də ədalətə olan inamımızı sınamaq istədilər. Amma alınmadı. Çünki Azərbaycan xalqı o qanlı gecədə sındı demədi. Əksinə daha da birləşdi, daha da bütövləşdi. 20 yanvar xalqın öz azadlığına sahib çıxmaq iradəsinin parlaq nümunəsidir. Həmin gecə şəhid olan 147 soydaşımızın hər biri bir ömrün deyil, bütöv bir millətin mübarizəsinin simvoluna çevrildi. Yaralanan yüzlərlə insan, qara xəbər alan ailələr, ağrıdan donmuş küçələr, hər biri bu günümüzə çatmağımız üçün ödənilən böyük bir qiymətin parçalarıdır. Bugün onların xatirəsi təkcə anılmır, yaşayır. Şəhidlər xiyabanına gedən hər addım, onların ruhu qarşısında baş əyməyimiz, bu torpağın azadlıq sevgisinin nə qədər dərin olduğunun sübutudur. O gecə vətənin övladları qurban oldu, amma xalqın azadlıq arzusu məhv olmadı. Əksinə, o alov daha da yüksəldi və bizi müstəqilliyə aparan yolu işıqlandırdı. Biz bugün rahat danışırıqsa, sərbəst nəfəs alırıqsa, dövlət bayrağımızı qürurla dalğalandırırıqsa, bunun əsas səbəbi 20 yanvar şəhidlərinin göstərdiyi cəsarətdir. Onların qanı ilə yazılan tarix heç vaxt unudulmayacaq. Çünki bu təkcə faciə deyil, milli dirçəlişimizin başlanğıcıdır. Gəlin bu günü sadəcə matəm deyil, həm də xalqımızın yenilməzliyinin, birlik və gücünün bir anı kimi xatırlayaq. Şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qar Ağdərənin relyefini daha da vurğulayır. Uçurumların sərt xətləri yumşalır, yamaclar ağ örtü altında hamar və zərif görünür. Uzaqdan baxanda sanki dağlar göyə toxunan nəhəng bir naxış halına gəlir. Şam meşələrinin üzərinə düşən qar dənələri havadan süzülə-süzülə ağacların budaqlarında bir-birinə sadiq incilərə çevrilir. Bu mənzərə insanın ruhuna rahatlıq gətirən nadir təbiət səhnələrindən biridir. Qış səhərlərini isə ayrıca qeyd etmək olar. Havanın təmizliyi, soyuq yerin dağlar arasında yaratdığı yüngül uğultu və qarla örtülmüş yolların sakitliyi Ağdərəyə tamam fərqli ab-hava bağışlayır. Günəş şüaları dağların üstündə parıldayanda sanki minlərlə kristal bir anda işığa bürünür. Bu anlar tamaşaçı üçün yadda qalan görüntülər yaradır. Çay vadilərində qarın ağırlığı altında əyilən söydülər, meşənin içindən keçən torpaq yollar, dumanla qarışmış dağ nəfəsi hər bir bölgənin özünə məxsus ruhunu göstərir. Qarlı Ağdərə həm sərtliyə, həm də zərifliyə malik, təbiəti ilə insanı heyran edir. Burada hər addımda yeni bir mənzərə açılır. Bəzən ağ buludlara bürünmüş dağ silsilələri, bəzən qarın altında gizlənmiş kiçik düzənliklər və bəzən də ucsuz-bucaqsız meşələrin sakitliyi. Ağdərədə qış yalnız mövsüm yox,
bir sənət əsəridir. Bu landşaftın hər qarışında rənglərin harmoniyası, sükutun dərinliyi və dağların əzəməti duyulur. Qar yağdıqca sanki təbiət daha da gözəlləşir. Xankəndi qışın gəldiyini hər il xüsusi bir səhnə ilə hiss etdirir. Qar yağmağa başlayan kimi şəhər tamam başqa rəngə bürünür. Küçələr, meydanlar, hündür binaların çərçivələri, yol kənarındakı ağaclar hamısı ağ işıqla örtülür. Sanki Xankəndi sakit bir gecədə nəfəsini dərib, təbiətin toxunuşunu dinləyir. Bu ağ təbəqə şəhərin üzərinə yavaşca enəndə bütün səs-küy, bütün təlaş sanki dayanır və yerini qışın təmiz, sükut dolu nəfəsinə verir. Qarın ilk düşdüyü anlardan şəhər tam fərqli görünür. İşıqların əks olunduğu qar dənələri havada parıldayır, gecənin qaranlığına incə bir zəriflik qatır. Küçələrdən keçən insanlar yavaşlayır, addımlarını sanki bu gözəlliyi pozmaq istəmirmiş kimi daha sakit atırlar. Xankəndinin mərkəzində yerləşən parklar qış nağılına çevrilir. Oturacaqların üstündə yumşaq qarlı xətti, ağacların budaqlarından iri dənələrin yaratdığı təbii bəzəyi şəhərə xüsusi harmoniya gətirir. Bugün Xankəndində aparılan geniş quruculuq və bərpa işləri qarın altında daha aydın görünür. Qış bu işlərin tempini azaltmır. Əksinə görülən hər bir işin dəyərini daha çox göstərir. Yeni salınan küçələr, genişlənən yol zolaqları, təmir olunan binalar, müasir işıqlandırma sistemləri hamısı qarlı mənzərənin içində daha səliqəli və daha səmimi görünür. Şəhərin siması gündən günə dəyişir, daha müasir, daha estetik bir formaya qovuşur. Xankəndində qış günləri həm də insanların gündəlik həyatında xüsusi bir ab-hava yaradır. Səhər saatlarında qarın ətrafa çilədiyi təmizlik, soyuq havanın yaratdığı təravət və dağların üstündə əsən yüngül duman şəhərə tam başqa bir enerji verir. Qar dənələrinin yollarda yığılıb yaratdığı sükunət Xankəndinin təbiətinə uyğun bir rahatlıq hiss etdirir. Şəhərin ən uzqar küçələrində belə bu qış səhnəsini görmək mümkündür. Evlərin dam aralarından sallanan buz, qapı önündə qarla oynayan uşaqlar, uzaqdan eşidilən şən səslər qışın gətirdiyi həyatı göstərir. Qarın yağması yalnız mənzərə yaratmır, həm də təbiət üçün əvəzsiz bir nemətdir. Torpağın qış yuxusuna yatması, qarın altında nəfəs alması, baharın məhsuldarlığına hazırlıq deməkdir. Qarın ağı örtüyü torpaqda nəmliyi saxlayır, bitkilərin inkişafını gücləndirir, meşələr üçün qoruyucu qat kimi çıxış edir. Dağ çaylarının suyu yazda məhz bu qarların ərinməsindən yaranır və bölgənin su ehtiyatlarının əsasını təşkil edir.
Qışın sərt mövsümü əslində yay aylarında həyat deməkdir. Təbiət öz enerji balansını məhz bu mövsümdə qurur. Qar həm də şəhər atmosferini təmizləyir. Havada olan toz və çirklənmə qar dənələri ilə birlikdə yerdə qalır. Xankəndinin havası daha şəffaf edir. Küçələrdəki sükut ağ örtünün yüngüllüyü insanların psixoloji rahatlığına da təsir edir. Qış günlərinin sakitliyi sanki bir anlıq dayanıb hər şeyi yenidən düşünmək üçün fürsət yaradır. Şəhərdə gedən quruculuq işləri ilə qışın təbiəti bir araya gələndə Xankəndidə unudulmaz görüntülər yaranır. Yeni salınan geniş yolların kənarında uzanan ağ xətli ağaclar, müasir işıq dirəklərinə qonan qar, təmir edilən binaların üzərinə düşən yumşaq qarlı təbəqə hamısı şəhərin həm yenilənməsini, həm də təbiətlə harmoniyasını göstərir. Bugün Xankəndi həm tarixini yaşadan, həm də yeni bir dövrə qədəm qoyan şəhər təsirini bağışlayır. Qar Xankəndiyə iki şey bəxş edir: gözəllik və həyat. Bu gözəllik şəhərin bir sənət əsəri kimi göstərir, həyat isə yazın və ilin gələcək aylarının bütün ritmini müəyyənləşdirir. Qarlı səhərlər, sakit küçələr, təbiətin yaratdığı bu möcüzə Xankəndinin qış portretini tamamlayır. Və ən əsası, hər qar dənəsi sanki şəhərin gələcəyi üçün bir arzunu səssizcə torpağa toxundurur. Xankəndi bugün qarla bərabər yenilənir, güclənir və hər gün daha parlaq bir sabaha doğru addımlayır. Laçın qış mövsümündə insana tamam fərqli bir duyğu bəxş edir. Bu şəhər ilin hər fəslində öz gözəlliyi ilə seçilir. Amma qar yağanda Laçının ruhu sanki tam başqa bir aləmə çevrilir. Dağlar, meşələr, evlərin damları, küçələrin kənardakı ağaclar, hamısı ağ örtük altında daha təmiz, daha sakit və daha səmimi görünür. Bu qış mənzərəsi Laçını sanki bir tablo kimi göz önünə sərir. Səhər tezdən qarla örtülmüş Laçın şəhərinə baxanda ilk hiss etdiyin təmizlik və sükut olur. Hava o qədər şəffaf olur ki, dağların zirvəsindəki qar xətti belə sanki əlinlə toxunacaq qədər yaxın görünür.
Şəhərin mərkəzində yerləşən geniş küçələr qarın yumşaq səssizliyi ilə daha geniş və daha sakit təsir bağışlayır. Addım atan hər kəsin izi qarın üstündə açıq-aşkar görünür. Sanki Laçının qış səhifəsinə yazılan xırda xatirələr kimi. Yeni salınmış evlər, təmir edilən binalar və bərpa olunan küçələr qışda daha səliqəli görünür. Ağımtıl damların üstündə qarın yaratdığı zərif təbəqə şəhərin yenilənən simasını xüsusi harmoniya qatır. Laçının müasir evləri qarlı fonda həm güclülüyü, həm də zərifliyi ilə əks etdirir. Axşam saatlarında evlərin pəncərələrindən süzülən sarı işıq qarla örtülmüş küçələrdə çox gözəl bir mənzərə yaradır. Sanki hər ev öz istiliyini bir qış səhnəsinə paylayır. Laçının küçələri qışda həm sakit, həm də həyat doludur. Uşaqlar qarın altında əylənir, yol kənarında topa-topa yığılan qarla heykəllər düzəldirlər. Şəhər əhalisinin gündəlik həyatı qarın yaratdığı bu gözəlliklə daha rəngarəng görünür. İnsanlar isti geyimlərlə addımlayarkən şəhərin qış nəfəsi həm onların üzünə, həm də duyğularına toxunur. Yollar da qışın Laçına bəxş etdiyi gözəlliyin mühüm hissəsidir. Dağ yolları boyunca uzanan qar xətti insana həm rahatlıq, həm də heyrət hissi yaradır. Maşınların izi qarın üstündə uzun zolaqlar yaradır. Sanki şəhərin nəfəsini dağların döşünə aparan yollar kimi. Yeni çəkilən magistral və daxili yollar qarın altında xüsusi bir səliqə ilə görünür. Laçının müasir infrastrukturu daha aydın şəkildə göstərir. Şəhərin sərt dağ relyefi qışda tamam başqa bir təsir bağışlayır. Hündür qayalıqlardan süzülən qış dumanı və qarla qarışan dağ küləyi Laçının qış atmosferini daha da gücləndirir. Şam və ardıc meşələrinin üzərinə düşən qar onların formasını yumşaldır. Sanki ağ rəngli zərif bir örtü ilə bəzənmiş kimi görünür. Təbiət burada hər qar dənəsi ilə yeni bir harmoniya yaradır. Qar sadəcə gözəllik gətirmir, həm də təbiətin gələcək aylar üçün hazırlığıdır. Laçının zəngin bitki örtüyü, dağ çayları, meşələri üçün qış mövsümü böyük əhəmiyyət daşıyır. Torpaq qar altında nəfəs alır, yaz aylarında bol su, bol yaşıl örtük və sağlam meşələr məhz bu mövsümün bəhrəsidir. Qar həmçinin şəhərin havasını təmizləyir, tozu və çirklənməni özündə saxlayaraq ətraf mühitə təravət bəxş edir. Bugün Laçın qışın ağ sükutu ilə daha da gözəlləşir. Şəhərin hər küçəsi, hər yolu, hər mənzərəsi qışın yaratdığı bu bəyaz səssizliklə tamamlanır. Qar Laçına həm estetik, həm də canlılıq bəxş edir. Və qarın altında yenilənən, günbəgün inkişaf edən bu şəhər hər keçən gün daha parlaq gələcəyə doğru addımlayır.
Aşıra söylürəm oldun ala şəkildə Mən aşıqəm o səbəbdən Mən aşıqəm o səbəbdən bilir aləm hər aşıqana sözüm Başım axır rəyimdən bir şəlalə şəkildə Sevin Süleyman elində cananın Olman olan reydir bir piyalə şəkildə Heyrət ey büt, surətin gördükdə lal eylər məni Surəti halım görən, surət xəyal eylər məni Mehri salınmazsən mənə, rəhm eyləməzsən bunca kim Sayət ey sevdayı zülfün paymal eylər məni Zəf-i tale mane-i tevfik olur hər necə kim İltifatın arzuməndi visal eylər məni Ey Füzuli, qılmazam tərki təriqi eşqi kim Bu fəzilət daxili əhli kəmal eylər məni Sevgilim məzdi sən gəl çünki məhəbbət dəmidir Sevgilim məzdi sən gəl çünki məhəbbət dəmidir Görkəmin incə gözəl nazlı gəlin görkəmidir Gül danış rəqs eləməzdi sən can gəlsin qoy Məzdi sən can gəlsin qoy Hər sözün Hər baxışın Aşıqa can mərhəmidir Könüldə min qəmin vardır ki, pünhan eyləmək olmaz
Bu həm bir qəmi ki, el tənindən əfqan eyləmək olmaz. Nə müşkül dərd olursa, bulunur aləmdə dərmanı. Nə müşkül dərd imiş eşkin ki, dərman eyləmək olmaz. Fəna mülkünə çox əzm etmə ey dil, çəkmə zəhmət kim? Bu tədbir ilə dəf-i dərd-i hicran eyləmək olmaz. Sakın, sakın könlüm yıxarsan, pəndidən dən vurma ey nasir. Həvai nəfs ilə bir mülkü viran eyləmək olmaz. Bilirəm mən bu həyat dalğalı bir dəryadır. Bilirəm mən bu həyat dalğalı bir dəryadır. Eşkimiz her kocaman dalgaya galip gemidir. Bir Süleyman dile gel, bir Süleyman dile gel, çünkü bir alemde kimi